bir də. İndi mən səni başa düşürəm. Sən deyirsən ki, Simnar xanla Göygöz Kosa ustanı çiçəkli dağda daşa döndürəcək. Necə? Mən səni də başa düşürəm. Sən deyirsən ki, onlar mətanəti qanlı qalanın zindanına salıb işgəncə verirlər. Həkim baba, Kamran baba, indi mənə getməyə icazə verərsiniz. Əvvəlcə kəməri belinə bağla, gör dayanırmı? Bağla eşən, kılıç da sənə lazım olacaq. Dayandı, dayandı həkim baba. İndi döyüşə gedə bilərsən. Ged oğlum. Amma fikrin həmişə kəmərdə olsun. O qaranlıqda işıq salıb sənə yol göstərəcək. Düşmən səni tora salmaq istədikdə parıldayıb xəbər verəcək. O çiçəkli dağa tək getməyəcək həkim. Onu mən aparacağım. Xallı da, yallı da bizimlə gedəcək.